Övladlarınız Azərbaycanlılarla ailə qurublar, yoxsa başqa millətlə? Azərbaycan. Azərbaycanlı ilə. Bu gün qızlarımız əcnəbilərlə ailə həyatı qurur. Buna münasibətiniz necədir ümumiyyətlə? Məncə burada bir neqativ bir hal yoxdur. Onun insan özündən asılıdır, həm də o seçdiyi adamdan asılıdır ki, bu onunla yaşaya biləcək ya yox. Bizim bir professor var idi, o məni dəvət edən, o türk idi. Deməli, bu bir Koreyalı evlənmiş. Biz onunla söhbət elədik, dedi ki, düzdür, kültürümüz fərqlidir, amma səbirli olmalısın. Böyle başqa millətə evlənərkən buna çox səbirli olmalısan. Yəni, məsələn, o deyir, xanım deyir, evdə bir şey bişirəndə mənim üçün bu dözülməzdir. Onun kokusu, onun iyi, mən məsələn ona dözürəm, çıxıram deyir. O zaman mən, çünki Koreyalıların bizim mətbəxləri fərqlidir. Məsələn, belə kiçik bir nüanslar var ki, orada səbirli olmalısan.